Salam, hər vaxtınız xeyir. Biz sizinlə növbəti webinara başlayırıq. Bu ardıcıl olaraq bizim 5-ci webinarımızdır. Deməli, bu 5-ci fəndir ki, biz yeni nəsil dərsliklərin deməli, müəllimləri tanış edirik, onların xüsusiyyətlərindən söhbət açırıq. Bugünkü spikerlərimizi istəyirəm sizinlə tanış edim. İstərdim ki, onlar özlərini təqdim eləsin. Biləsiniz ki, kimdir? Rəşad müəllim, buyurun, zəhmət olmasa qısaca özünüzü təqdim edin. Çox sağ olun, Rasim müəllim. Deməli, mən Rəşad Səlimov, hal-hazırda Sumqayıt Dövlət Universiteti Təbiət Elmləri Fakültəsinin dekanı və eyni zamanda yeni nəsil biologiya dərsliklərinin, xüsusilə biologiya 7-ci sinifin və təbiət sinifinin dərsliklərinin həmmədiflərindən biri. Bu qədər. Sağ olun, Rəşad müəllim, buyurun. Mən də salamlayıram, xoş gördük Rasim müəllim və xoş gördük digər dinləyicilərimiz, hər birinizə salam olsun. Mən Yunusov Elşad, Bakı Mühəndislik Universitetinin Kimya Biologiya kafedrasının baş müəllimi, həmçinin həyat bilgisi, təbiət və yeni biologiya dərsliklərinin həm müəllifi. Uğurlar hər birinizə. Çox sağ olun. Mehriban xanım, buyurun. Dəyərli müəllimlər, mən də hər birinizi salamlayıram. Mən Mehtiyeva Mehriban, Ağstafa rayonu Aşağı Kəsilən kənd tam orta məktəbinin biologiya müəllimiyəm. Çox sağ olun. Mehriban xanım əlavə edin ki, o dərsliyin pilot sınağını keçirən müəllimdir. Sonra Afaq xanım, buyurun Afaq xanım. Mən də hər kəsə salamlayıram. Mən Afaq Bəhrəmova, Şamaxı rayon Mədrəsə Qəsəbə tam orta məktəbində biologiya müəlliməsiyəm. Çox sağ olun. Yaşar müəllim. Mən də fürsətdən istifadə edib hər birini salamlayıram. Mən Lənkəran rayon Teymur Zamanov adında Özgəkən tam orta məktəbinin biologiya müəllimiyəm və hazırda 7-ci sinif biologiya pilot fənlərində biologiya dərsini tədris edirəm. Çox sağ olun, təşəkkür edirəm. Deməli, biologiya fənni də əsas təbiət fənlərindən biridir. Və bu il ilk dəfə olaraq yeni nəsil biologiya dərsliyin 7-ci sinifi pilot sınağından keçdi. Artıq bugün son zəng oldu və bu sınaq da başa çatdı. Yeni tədris ilindən, 2024-25-ci tədris ilindən bu dərslik artıq bütün respublika üzrə ümumi tətbiqə təhvil verilibdir. Biz istərdik ki, bu işçi qrupun rəhbəri Yaşar müəllimə müraciət edeyim. O bizə biologiya dərsliyinin yenilənməsinin hansı zərurətdən irəli gəlməsi haqqında bizə məlumat verərdi. Buyurun Rəşad müəllim. Çox sağ olun Rasim müəllim. Ümumiyyətlə, bu zərurət hardan meydana gəldi? Bildiyiniz kimi bizim 2013-cü ildə Cənab Prezident tərəfindən imzalanan dövlət təhsil strategiyası var. Və eyni zamanda 2020-ci ildə Nazirlər Kabinetinin deməli qərarı var ki, həmin qərarlara əsasən məzmun dəyişikliyi və bu məzmun dəyişikliyi ilə əlaqədar olaraq həm kurikulumların hazırlanması və kurikulumlarla da yanaşı buna müvafiq olaraq yeni dərsliklərin hazırlanması əsas prioritet məsələ olaraq qarşıya qoyulmuşdur. Ümumiyyətlə baxdıqda isə bu zərurət baxdığımız zaman, yəni qlobal miqyasda baxdığımız zaman dünyada baş verən xüsusilə də elmi, texniki tərəqqi və eyni zamanda təhsildə baş verən yeniliklər, innovasiyalar, ümumiyyətlə bütün bunlar hamısı bilik yönümlü, belə deyək, məktəbdən bacarıq yönümlü məktəbə və ya bilik yönümlü şagirddən bacarıq yönümlü şagirdlərə transfer, yəni oradan o keçidi zəruri etmişdir ki, həmin bu zərurət əsasında da həm məzmun dəyişikliyi, həm kurikulumların hazırlanması və müvafiq olaraq yeni dərsliklərinin də yazılması əsas qarşıya məqsəd kimi qoyulmuşdur. Və bu dərsliklər hazırlanarkən ümumiyyətlə bu zərurəti biz ciddi mənada təhlil eləmişik. Çünki dünyada baş verən əlbəttə ki, bütün dəyişikliklər bilavasitə bizim cəmiyyət o xarakterik olmasa belə, həmin cəmiyyətlərdə ümumiyyətlə bütün ümumbəşəri və milli dəyərlərə malik olaraq, milli səviyyəni nəzərə alaraq
o dəyişikliklərin bizim təhsil sisteminə tətbiq formasını təhlil eləmişik və bu təhlil nəticəsində müvafiq, belə deyək, çərçivə hazırlanır və bu çərçivənin əsasında da bu dəyişikliklər həyata keçirilmişdir. Rasim müəllim, sizin səsiniz eşidilmir, Rasim müəllim. Mikrofonunuz bağlıdır. Biologiya dərsliyi yeniləndi. Onun təbii ki, tədrisi metodikası da yenilənməlidir. İndi bu yeni dərsliklər əsasında tədris metodikasında hansı yeniliklər fənn müəllimlərinin diqqət yetirməsini siz tövsiyə edərdiniz metodikada? Təşəkkür edirəm. Buyurun. Deməli, icazənizlə mən cavablayayım. Deməli, burada dərsliyin yenilənməsi təkcə məzmun baxımından yox, həmin məzmunun icrası baxımından da müəllimlərin qarşısına bir çox tələblər qoyur. Hal-hazırda pilotda olan müəllimlər bunu daha praktik olaraq təsdiqləyə bilərlər. Çünki burada nəzəri məlumatların çatdırılması ilə yanaşı, şagirdlərin praktiki bacarıqlarının inkişaf etdirilməsi prioritet bir tələbdir. Hətta beynəlxalq yanaşmada da biz bunu təhlil etdikdə TIMS-in qarşı qoyduğu tələblər aşağı sinifdə bilik yönümlü 40%, tədqiqat və əsaslandırma 35% təşkil edirsə, yuxarı sinifə getdikcə bu rəqəm daha yüksək olur, 35-40% özünü göstərir. Ona görə də hal-hazırda yeni dərsliklər daha çox nəzəri biliklərdən praktiki biliklərə keçidlə özünü göstərir və müəllimlər qarşıya qoyulan tələbləri şagirdlərə tətbiq olaraq göstərməlidirlər. Məsələn, bəsit bir nümunə verim. Dərsliyimizdən nümunələrdən birisi fəsilələrin demək olar ki, çıxarılması, amma fəsilələrə toxunulmaması anlamına gəlmir. Burada hansı mexanizm qarşıya qoyulur? Burada qarşıya qoyulan tələblərdən birisi odur ki, biz dərslikdə tələbələrə və müəllimlərə çiçək düsturlarını təqdim eləmişik. Çiçək diaqramını təqdim eləmişik ki, nümunə kimi. Və müəllim artıq digər bitkiləri o istiqamətdə təhlil eləmək istəyirsə, onu şagirdlərə layihə tipli təqdim eləməlidir. Şagirdlər onu araşdırıb və təqdim olunan nümunə əsasında öz diaqramlarını qurub və bu mexanizmi öyrənməlidirlər. Yəni, daha doğrusu cümləni belə ifadə edək. Artıq biz istəyirik ki, şagirdlərimiz qabal daşını axtarmaq yox, qabal daşına sirrinə yiyələnmək mexanizmini həyata keçirsinlər. Yəni, şagirdlərə balıq tutub verməkdənsə, balıq tutmaq yollarını öyrətməyi daha çox metodik vəsaitdə təklif eləmişik. Buyurun müəllim. Mikrofonunuz yenə bağlıdır, Rasim müəllim. Rəşad müəllim, yeni nəsil biologiya dərsliyi öz məzmun quruluşuna görə bu əvvəlki dərsliklərdən nə ilə fərqlənir? Deməli, mən bu suala kurikulumla əlaqələndirilmiş şəkildə cavablandırırım. Çünki bildiyiniz kimi dərsliklər bilavasitə kurikulumların tələbləri əsasında yazılmalıdır. Bildiyiniz kimi köhnə biologiya kurikulumlarında bizdə 4 məzmun xətti var idi və bu məzmun xəttləri də müvafiq olaraq quruluşları, yəni canlıların quruluşu, bioloji proseslər, insan və onun sağlamlığı, bir də ətraf mühit və insan mövzularını əhatə edirdi ümumi olaraq. Amma hal-hazırda bizdə yeni, belə deyək, artıq təsdiq olunmuş kurikulumlarda isə, biologiya kurikulumunda isə 5 məzmun xətti var. Yəni, biz təhlillər zamanı müəyyən olundu ki, elə deyək, biologiyada elə mövzular var ki, onları müvafiq olaraq nə bilavasitə quruluşa və ya nə bilavasitə prosesə aid etmək olar. Məsələn, bunun ən tipik nümunəsi təkamül təlimindən bağlı olan mövzulardır və ya irsiyyatla bağlı olan bəzi mövzulardır. Ona görə qabaqcıl dünya təcrübələrini də nəzərə alaraq biz 5 məzmun xətti təklif elədik və bu 5 məzmun xəttinin əsasında biz bizim kurikulumda əsas spiralvari inkişafı nəzərdə tutaraq biz bu xəttlə kurikulumun yazılması və onun əsasında dərsliklərin yazılmasını təklif elədik. Bu da nədir? Bildiyiniz kimi, əgər biz köhnə dərslikləri təhlil eləsək, xüsusilə də 8-ci sinifdən nümunə verəcəm. 8-ci sinif biologiya dərsliyi sırf insanla bağlıdır.
Yəni bu da müəllimlərdə müvafiq olaraq yanlış anlayışa gətirib çıxardır ki, 8-ci sinif ancaq insan dərsliyi və ya insana aid olan mövzular olmalıdır. Amma biz o spiralvari inkişaf mexanizmini və prinsipini nəzərdə tutaraq bu məzmun xətlərini 7-ci sinifdən 11-ci sinifə inkişaf etdirərək və dərinləşdirərək nəzərdə tutmuşuq. Məsələn, biz əgər hal-hazırda 7-ci sinifdə bitkilərə aid olan hissədə və ya heyvanlara aid olan hissədə, heyvan orqanizmlərinə aid olan hissədə biz sadəcə morfoloji quruluşunu vermişiksə, 8-ci sinifdə artıq bu morfoloji quruluşun daha dərinləşdirilmiş formada deyil, ümumi çünki bunlar artıq 7-ci sinifdə bunu öyrənmiş olurlar. 8-ci sinifdə isə bilavasitə daxili quruluş olan anatomik quruluş və bu anatomik quruluşa uyğun olaraq həmin strukturların yerinə yetirdiyi funksiyalar və ya ümumi olaraq götürdüyümüz zaman bitki və heyvan orqanizmdəki olan funksiyaların prosesləri öyrətməyi nəzərdə tuturuq, verməyi nəzərdə tuturuq ki, bu yuxarı siniflərdə də yəni artıq fərqli formada inkişaf elətdiriləcəkdir. Yəni qısacası, əgər köhnə dərsliklər daha çox bizim müstəqillikdən sonra ilk nəsil dərslikləri xatırladırdırsa müəyyən mənada, məzmun etibarilə və quruluş etibarilə, biz artıq yeni dərsliklərdə biz bunlardan qaçmağa çalışmışıq. Yəni artıq hər bir sinifdə şagirdlər həm bitkilər, həm heyvanlar, həm insan orqanizmi, eyni zamanda digər ümumi bioloji qanunlar haqqında anlayışları öyrənəcəklər, mənimsəyəcəklər və xüsusilə də 7-9-cu sinifdə öyrəndiyi o qanuna uyğunluqları 10-11-ci sinifdə daha da dərinləşdirərək onu mənimsəyəcəklər. Yəni əsas format bu olmuşdur. Mikrofon. Rasim müəllim, mikrofonunuz yenə. Kurikulumdan danışdınız Rəşad müəllim. Bəli. Təzə deməli kurikulum əsasında 7-ci sinifdə neçə standart nəzərdə tutmusunuz? Neçə standart nəzərdə tutmuşuq dediyimiz zaman biz 5 məzmun burada təlim nəticəsi. Dediniz 5 məzmun xətti var. 5 məzmun xətti var. Bizim 5 məzmun desək neçə standart eləyir bu 5 məzmun? Yəni burada yanaşma bundan ibarətdir ki, alt standart təlim nəticəsini biz eyniləşdirmək, çünki beynəlxalq praktikada da bu belədir. Bəli. Və ona görə götürəndə artıq orada ümumi, yəni bizim köhnə kurikulumda olduğu kimi ümumi standartlar deyil, məzmun yönümlüdür. Məsələn, birinci məzmun xəttində əgər tutaq ki 5 və ya 6 standart varsa və ya alt standart varsa, belə deyək, təlim nəticəsi varsa, mövzuya görə, məsələn, ikinci məzmun xəttində bu daha çoxdur və ya üçüncüdə daha azdır. Yəni, mövzu spesifikliyi nəzərə alınaraq məzmun xətlərinin sabit qalması söhbəti yoxdur. Yəni, artıq mövzuya uyğun alt standartı və ya təlim nəticələri var. Yəni, o dəyişir. Bu 8-ci sinifdə də bu şəkildə olacaq, 9, 10, 11-ci sinifdə də. Çox yaxşıdır. Bu təqdirə layiqdir. Nəyə görə təqdirə layiqdir? Bu əlimdə 7-ci sinifin bu saat deməli fəaliyyətdə olan standartı var. Ona baxıram. Və dediyimiz kimi 4 məzmun xəttidir. Birinci məzmun xəttində canlıların quruluşu və müxtəlifliyi. Baxın, 1.11 standartı yazılıb. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir. Burada nəyi nəzərdə tuturlar? Yazıblar. Botanika və zoologiyanın müasir həyat əhəmiyyəti, vəzifələri və məqsədi. Və bu standartda görün hansı anlayışlar şagirdlərə aşılanmalıdır. Botan, zoon, heyvanların və bitkilərin əhəmiyyəti, sistematika, canlı orqanizmlər, orqanizm hüceyrə qılafı. Bilirsiniz, baxın, bir standart, bax, müəllimlər əyləşiblər burada, Yaşar müəllim, Afaq müəllim, Mehriban xanım. Siz bu standartı 1.11 standartını KSG-də ölçə bilirsinizmi? Elə bir alətiniz, elə bir tapşırığınız varmı ki, bir tapşırıq verəsiniz, bu standartı ölçəsiniz? Uşaqlar bu standartda yiyələniblər, yoxsa yox? Məncə deyirsiniz ki, yox, elə bir tapşırıq verə bilmərəm ki, orada həm botanika, həm zoologiya, həm də adlarını sadaladığım bu bioloji anlayışları həmən bir dənə tapşırıqla həll eləsinlər. Bax, ona görə mən Rəşad müəllimin o sözünə haqq qazandırıram ki, bizim həqiqətən köhnə standartlarımız ümumi xarakter daşıyır.
və bir dənə bu standartı 1.11 standartının reallaşdırılması üçün şagirdlərimiz bütün dərsliyi oxumalıdır. Və bütün dərsliklərdə də bir dənə tapşırıq verməlisiniz ki, bunu yerinə getirib yoxsa yox. Bu baxımdan görülən işin həqiqətən ağır, eyni zamanda məsuliyyətli, yaradıcılıq tələb eləyən məsul bir iş olduğunu xüsusi vurğulayıram ki, buna görə təşəkkür edirəm Rəşad müəllim, sizə, sizin komandanıza. Bax, indi mən bu söhbəti attım ortaya, qiymətləndirmə alətinin hazırlanması. Bir sualım Elşad müəllimədir. Elşad müəllim, bax, bu biologiya dərsliyidir, sonra bundan əvvəl biz coğrafiya dərsliyini müzakirə elədik, qabaqda kimya və fizika dərsliklərinin də, yeni dərsliklərinin də müzakirəsi gəlir. Bunların yenilənməsi, 5-ci, 6-cı sinifdə təbiət fənninin daxil edilməsi, bütün bunlar əsas məqsədlərindən də biri şagirdlərdə elmi savadlılıq, yəni elmi deyəndə təbiət elmləri nəzərdə tutulur. Təbiət elmləri üzrə elmi savadlılıq səriştəsinin formalaşdırılmasına nail olmaqdır. Yəni, köhnə dərsliklərdə uşaqlarımızda bizdə belə bir bacarıq aşılanması demək olar ki, sistemli şəkildə həyata keçirilmirdi. İndi baxın, bu yeni nəsil dərsliklərdə bu problemin nəzərdə tutmusunuzmu? Hansı yollansa onun həllinə nail olmaq və bu məqsədə buna hansı tipli tapşırıqların həllinə üstünlük verilir? Bax, bu dərsliklərdə sonra iş dəftəri hazırlamışsınız, bilirəm. Bu iş dəftərində gələcəkdə artıq əlavə resurslar hazırlanacaq inşallah. Baxın, hansı alətlərə üstünlük verməyinizi siz məqsədə uyğun hesab edirsiniz? Çox sağ olun Rasim müəllim. Ümumiyyətlə çox maraqlı bir sualdır. Həm də elə müəllimlərin də böyük yaralı bir yeridir ki, biz uşaqları necə qiymətləndirək? Yəni hansı aspektdən təhlil edək? Normalda biz metodik vəsaitdə də belə bir ifadəyə önə çəkmişik. Bu proses bacarıqları ifadəsidir. Yəni sizin də diqqəti, təbiət elmləri bir zaman nəzəri biliklərlə prioritet kimi ifadəliyini özünün öndə göstərirsə, bu günləri təbiət elmlərində tətbiqi bacarıqları, sorğu əsaslı, tətbiq əsaslı bacarıqlar öndə olan bir qiymətləndirmə mexanizmi tələb edir. Mən bundan əvvəlki müəllimlərimizlə bölgələrdə gəzərkən görüşəndə də onlara ümumiyyətlə ifadə olaraq bunu ifadə edilir. Biz ümumiyyətlə qiymətləndirmə yanaşmamızı dəyişməliyik. KSG-lərimiz və BSG-lərimizə baxış bucağımızı dəyişməliyik. Düz kağız üzərində qiymətləndirmədən, özəlliklə, xüsusilə də biologiya sahəsində praktiki bacarıqları qiymətləndirə biləcəyimiz, prosedural bilikləri önə çıxara biləcəyimiz, şagirdlərin təhlil və əsaslandırma qabiliyyətini fərqləndirə biləcəyimiz bir qiymətləndirmə mexanizminə keçməliyik. Ümumiyyətlə, dünyada belə bir mexanizm yoxdur ki, filan ölkənin, filan yerin qiymətləndirmə açarı, qiymətləndirmə mexanizmi ən prioritetdir və biz onun üçün də. Ümumiyyətlə, qiymətləndirmə həm sinifin, həm sosial nöqteyi nəzərdən, həm savadlılıq nöqteyi nəzərdən təhlil olunmasını tələb edən, müəllimin və sinifin şagirdlərin arasındakı münasibətin və sinifin bilik səviyyəsinin, ətrafı dərk etmə səviyyəsinin təhlilindən sonra çıxmalıdır. Mənə görə hər bir dərsin özünün spesifik qiymətləndirməsi olmalıdır. Bir nümunə verim. Müəllimlər deyirlər ki, bəs biz qiymətləndirdikdən sonra axı biz bunu portfoliyuma tikirik. Yəni, şagirdlərin haqqında məlumat. Biz onların prosedural biliklərini, əl qabiliyyətlərini, əmək qabiliyyətlərini necə ölçək? Normalda əgər biz özümüzə görə prosedural biliklərə yönəlik, tətbiq bacarıqlarına yönəlik qabiliyyətləri ölçə biləcək meyarları müəyyən etsək, o bizim üçün asandır. Nümunə. Məsələn, şagirdlərimizi qiymətləndirmək istəyirik, onların mikroskopda tədqiqat aparma bacarıq. Biz onlara sadə bir tapşırıq veririk. Gəlin, dəyərli şagirdlər, biz soğan hüceyrəsini mikroskopda tədqiq edək və sizin KSG-niz bu olacaq. Baxın, çox önəmli bir tapşırıqdır. Şagirdin tətbiq bacarığını soruşur, preparat hazırlanmasını soruşur və mən özüm üçün bir A4 götürüb onun üzərində meyarlar hazırlaya bilərəm. Həmin meyarlarda görə bilərəm preparatın hazırlanma qaydası, bu bir meyar. İkincisi, mikroskopdan istifadə etmə qabiliyyətinin ölçülməsi ikinci meyar. Üçüncüsü, təqdim etmə bacarıq. 4, ümumiyyətlə təhlil etməyə də gedə bilərik, amma yəni, bu 3 meyarla mən şagirdimi qiymətləndirə bilərəm.
Ona görə əslində müəllimlər bunu eləsələr daha rahat ola bilərlər. Sinifdə həm kənardan müşahidə aparırlar, şagirdlərin. Əgər biz bu cür qiymətləndirməyə keçməsək, Rasim müəllim, gələcəyə doğru şagirdlərimizdə yaradıcı təfəkkür, tənqidi təfəkkürü inkişaf elətdirib yeni kəşflərə imza ata bilməyəcək. Çünki bugünkü nəsil çox oxumaq, uzun araşdırmaq istəmir. Onlar qısa və həlledici yolları təklif etməyi daha çox xoşlayırlar. Ona görə də biz tətbiq bacarıq yönümlü tapşırıqlara getməliyik, təhlil bacarığı və bu da şagirdlərin öz fikirlərini azad, sərbəst şəkildə ifadə etməsinə. Bəzən müəllimlər deyirlər ki, biz şagirdlərə sərbəstlik fikirlərini ifadə etmə imkanı yaratdıqda böyük bir xaos yaranır sinifdə. Burada incə bir nüans var. Bir, şagirdin fikrini biz müzakirəyə çıxartmırıq, sadəcə onun fikrini eşidirik. Bu xaosun qarşısını alacaq tələblərdən birisidir. Çünki eşidən tərəf müəllimdir. Çünki yekun nəticəni müəllim təsdiqləyəcəyinə görə biri var şagirdin fikrini sinifdə müzakirəyə çıxartsa, o zaman hər bir şagird öz fikrini ifadə edib xaosu formalaşdıra bilər. Amma müəllimin nəzarəti altında, müəllimin moderatorluğu altında biz şagirdlərimizin sərbəst fikir söyləməli və hər bir hadisəyə qarşı sərbəst təhlil edib öz fikirlərini əsaslandırmaya yönəlik bacarıqlarını ortaya qoymasını istəyirik. Yəni bu şəkildə bu dərsliklər bizdən bunu istəyir. Fəaliyyətlər bizi məcbur edir ki, onlarda müşahidə bacarıqlarını, tədqiqat bacarıqlarını, təhlil etmə bacarıqlarını və təqdim etmə bacarıqlarını şagird ortaya qoya bilsin. Təşəkkür edirəm. Deməli, burada sadaladığınız o bacarıqlar da dərsin müəyyən bir mərhələsində reallaşdırılır. Bəli, dərsin, hətta bu yeni dərsliklər bu prioritet olaraq yanaşılan tərəflərdən birisi həm də təlimin tələbi əsasında da yazılır. Yəni, dərsliyi özümüz təhlil etdikdə görürük ki, dərslik özü bizi məcbur edir ki, fəaliyyət edək. Dərslik özü bizi məcbur edir ki, biz müzakirəyə çıxaq. Dərslik özü bizi məcbur edir ki, öyrəndiyimiz məlumatları dərinləşdirək. Bu da müasir yanaşmaların tələblərindən birisidir. Çox sağ olun, təşəkkür edirəm. İndi burada suallar gəlir, o sualları da verəcəm sizə. Ancaq bundan qabaq deyim sizə ki, bizim bu təzə dərsliklərimiz əvvəlki, bugün stabilləşmiş dərsliklərin tətbiqindən fərqli olaraq, kütləvi tətbiqdən qabaq bir il canlı sınaqdan keçirilir məktəblərdə. Bax, indi 7-ci sinif, burada danışılan yeni nəsil 7-ci sinif dərsliyini yalnız ölkə üzrə deməli 4400 məktəb var, onun 75.000 sinif var. Belə ortalama götürəndə bu sinifdən yalnız 50'si Respublika üzrə pilot siniflərdir. Və bu 50 seçmə sinif, belə seçili, o nazirlik özü seçildi, ixtiyari seçimdir ki, regionlardan deməli, kənd yerinə də düşsün, rayon mərkəzinə də düşsün və bu 50 məktəb şagirdləri həmən yeni nəsil dərsliklərdən istifadə olunur. Bu dərsliklər də əvvəlki dərsliklərdən fərqli olaraq 2 hissədən ibarətdir. Birinci yarım il dərsliyin birinci hissəsindən uşaqlar məktəbə aparır özləri ilə, ikinci yarım il isə ikinci hissəsindən. Bu da elə bilin ki, dərsliyi öz çəkisini 2 dəfə azaldır. Bu təkcə biologiyada deyil, 7-ci sinifdə fizikadan, kimyadan, coğrafiya dərsliyi də, hər bir dərsliklər də yenə 2 hissəli olacaqdır inşallah. İndi baxın, 50 məktəbin, pilot məktəbinin 3 fən müəllimi bizim burada spikerimizdir. Başar müəllimdir, Afaq müəllimədir, bir də Mehriban xanımdır. Və bu müəllimlər, mən deyərdim ki, müəlliflərlə eyni dərəcədə bir fədakarlıq göstərirlər. Çünki müəllimlər müəlliflərlə eyni qrupdadılar. Onlar bu dərsliyi praktik tətbiqini həyata keçirirlər. Dərslikdə, onun tədrisi metodikasında qarşılaşdıqları problemi birbaşa WhatsApp qrupunda müəlliflərə müraciət edirlər və o problemləri birlikdə aradan qaldırmağa çalışırlar. Bundan başqa da Təhsil İnstitutunun əməkdaşları, mən özüm də daxil olmaqla, rayon təhsil şöbələrində oluruq. Deməli, ildə 2 dəfə, bir hardası dekabr, noyabr, dekabr ayında, bir də aprel, may aylarında həmin pilot sinifləri
bilavasitə müşahidə edirik canlı, dərsdə otururuq, şagirdlərlə frontal sorğu keçiririk, fən müəllimi ilə söhbət edirik, şagirdlərin dilindən, öz dilindən dərslik haqqında fikirlərini soruşuruq, ağır çətin mövzuları araşdırırıq, müəllimlərdən, fən müəllimlərdən nədə çətinlik çəkmələrini elə yerindəcə soruşuruq. Çox fərəhli bir haldır ki, müəllimlərimizin əksəriyyəti bu ağır işi təbiət fənninin tədrisindən başlayıblar. Yəni pilotu, Rəşad müəllim də bayaq dedi, deməli təbiət 5 və təbiət 6-nın da pilotundan başlayıblar və indi bu saat hazırda 7-ci sinifi davam edirlər. Bu siniflər 11-ə qədər inşallah pilot siniflər olacaq. Gələn il bütün məktəblərə 7 kütləvi tətbiq olunanda bu uşaqlar 8-ci sinifdə də yeni dərsliklə inşallah o biologiyanı öyrənəcəklər. İndi mən gender bərabərliyini gözləmək niyyəti ilə sualımı xanımlara vermək istəyirəm, pilot müəllimlərinə. Mehriban xanım, siz pilot sınağını təşkil edən və onu həyata keçirən müəllimlərdənsiniz. Və bu pilota başlayanda təbii ki, hansısa çətinliklərlə qarşılaşdıq. Çünki sizə verilən dərsliklər indiyə qədər keçdiyimiz dərsliklərdən həm quruluşu, həm məzmunu, həm də onun metodikasına görə fərqlənirdi. Və bu, xahiş edərdim, bu çətinliklərdən bir ikisini bizə deyərdiniz və onu necə aradan qaldırdınız? Bu barədə də tövsiyələriniz bizi üçün maraqlı olar. Çünki burada ola bilsin ki, webinarımızı bizim biologiya müəllimlərimiz dinləyir və onlar artıq bu təzə dərsliyi sentyabrdan başlayanda sizin tövsiyələriniz onlar üçün qiymətli ola bilər. Buyurun. Təşəkkür edirəm qabaqcadan. Sağ olun, Rasim müəllim. Demək, 2023-2024-cü tədris ilində Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin 7-ci B sinifi pilot sınağı olaraq yeni biologiya dərslərindən biologiya dərsləri artıq onlarda tədris olunmağa başladı. Nəzərə alsaq ki, 5-ci və 6-cı siniflərdə onlar təbiət dərsləri keçmişdilər və biologiya aid müəyyən mövzularla artıq tanış idilər və mövzuların davamlı ardıcıllığı və kitablardakı dəyişikliklər həm biz müəllimlər üçün, həm şagirdlər üçün çox maraqlı idi və biz yenilənmiş 7-ci sinif biologiya dərsliyini çox maraqla qarşıladıq. Bu tədris ilindən etibarən də artıq şagirdlərimiz 7-ci sinif biologiya dərslərini keçməyə başladılar və biologiya elmini daha dərindən öyrənməyə başladılar. Bizim yeni dərsliklərlə ilk tanışlığım, özümün tanışlığımdan başlayayım. İlk tanışlığım zamanı dərsliyin keyfiyyətini, həm kağız keyfiyyətini, həm qrafik dizaynını, həm şəkilləri mən şəxsən öz adıma deyim, çox bəyəndim. Düzdür, bizim üçün, mən müəllimlərlə də müzakirə eləmişəm, mövzulardakı o qısalıq bir qədər bizi narahat etməyə başladı ki, mövzularda elə bir ki, yarımçıqlıq var idi və bu yarımçıqlığı hansı nə iləsə doldurmaq lazım idi. Yəni, şagirdlərdə fikir yarımçıqlığı qalırdı və biz bunu aydınlaşdırdıq ki, sonraki varislik prinsipi əsasında sonraki illərdə bu mövzular tamamlanacaq. Bir balaca çətinliyim onda olmuşdu ki, mən əlavə bu uşaqlara, şagirdlərə məlumat verməliyəmmi? Bu zaman onları yüklənmiş mi sayılıram? Necə deyim ki, bu şagirdlərdə bu fikir tam formalaşsın filan, bu cəhətdə çətinliyim olmuşdu. Sonra da onu sağ olsun müəllimlərimiz aydınlaşdırdılar, düzgün istiqamət verdilər. Dərsliyin məzmununda bir çox dəyişikliklər aparılmışdır. Əsasən faktoloji biliklər praktik tapşırıqlarla əvəz olmuşdur. Bu da çox müsbət haldır ki, şagirdləri daha çox fəallığa, daha çox fəaliyyətə cəlb edir. Dərslik sadələşdirilmişdir. Bəzi əzbərçiliyə yol verilən o bəzi mövzular dərslikdən çıxarılmışdır və dərsliklərin belə deyək, mövzuların tədrisində və yaxud şagirdlərin bu mövzuların mənimsənməsində deyərdim ki, heç bir böyük bir problemlə rastlaşmadı. Əksinə şagirdlərimiz daha maraqla, daha sevə-sevə dərslərə hazır gəlirdilər. Verilən tapşırıqlar, mövzuların ardıcılığı və verilən tapşırıqlar bizim prioritet sahəmizdən olan 20-ci əsr bacarıqlarının formalaşdırılmasında mən deyərdim əhəmiyyətli bir
yol göstərirdi bizə. Məsələn, mən əvvəlcə biologiyanın yenilənmiş kurikulumundan yaxından tanış olmağa çalışdım. Çünki dərslərin tədrisi zamanı bu mənə daha, belə deyək də, yol göstərirdi. Ona görə bu dərslərin keyfiyyətini artırmaq məqsədi ilə biologiya kurikulumuna yaxından tanış olduqdan sonra fənnin təlim yanaşmalarını düzgün şəkildə tətbiq etməyə çalışdım. Məsələn, əvvəllər tutaq ki, dərsimizi tədris edərkən mövzularda daha çox birbaşa öyrətmək pedaqoji yanaşmasından istifadə edirdimsə, indi artıq sorğu və tədqiqata əsaslanan öyrətmə və müştərək konstruktiv öyrənmə metodlarından daha çox istifadə edirəm. Çünki artıq bu dərslikdə onu tələb edir, şagirdlərdə fəallıq tələb edir, şagirdləri fəaliyyətə cəlb eləməyi tələb edir. Bu zaman şagirdlər məlumatı tapmaqda da özləri fəal iştirak edirlər. Eyni zamanda müəllimlərlə, özləri ilə dialoq qurarkən də artıq müzakirələri, birgə fəaliyyətləri təmin olunmuş olur. Və dərslərin təşkilində aktiv, interaktiv, empirik təlim metodlarından istifadə edirik. Sonra qruplarla iş, cütlərlə iş təlim formalarından, müxtəlif üsullardan istifadə edirik. Mən deyərdim ki, təlim üsullarının əksəriyyəti deyərdim ki, biologiya fənni üçün yaradılıb və biz bu dərslərdə mən ümumiyyətlə çox xoşlayıram. Düzdür, yükləmədən şagirdlərdə maraq oyatmaq üçün, təlimə cəlb eləmək üçün bu üsullarda çox geniş istifadə edirəm. Bilirik ki, müasir dövrümüzdə dərslər 3Y, 5Y, 7Y və s. belə deyək, təlim modellərindən istifadə etməklə aparılır. Amma bizim dərsliyimiz əsasən 5Y təlim modeli əsasında qurulmuşdur və maraq oyatma, araşdırma, izah etmə, mütəmmədir və qiymətləndirmə mərhələrinə mən bu dərsimizdə bu metodlar, bu mərhələləri səmərəli istifadə etməyə çalışıram. Eyni zamanda dərsliyimizlə yanaşı bizim dərslik kompleksinə iş dəftərləri də daxildir. Mən bu iş dəftərlərində çox müsbət qiymətləndirirəm. Çünki demək olar ki, dərslərimizin təşkilində, bacarıqlarımızın formalaşdırılmasında, şagirdləri fəaliyyətə cəlb etməkdə bu iş dəftəri mənə çox kömək edir. Oradakı tapşırıqlar, əsasən situasiya tipli tapşırıqlar daha çox üstünlük təşkil və mən bu tapşırıqları çox xoşlayıram. Çünki bu tapşırıqlar, belə deyək də, şagirdləri həm dərsə maraqlı oyadır, həm onlarda idraki bacarıqları artırır və beləliklə şagirdlər mövzu qısa verilməsinə və yaxud da qısa deməzdim də, mövzu orada sadə verilməsinə baxmayaraq, şagirdlər bu cür tapşırıqlarda daha çətin sualları və yaxud da daha çətin tapşırıqları həll etməyə çalışırlar və bu da onlarda idraki bacarıqları tam formalaşdırmış olur. Bu baxımdan mən dərslərin daha keyfiyyətli hesab edirəm və müəlliflərimizə sağ ol deyirəm. İnşallah ümid edirəm ki, dərsliklərimiz gələcək biologiya dərsinin, biologiya fənninin gələcək inkişafında böyük töhfə verəcək. Çox sağ olun, sağ olun. Yaşar müəllim bizim təcrübəli müəllimlərimizdəndir. Tərəqqi medalı alıbdı bu yaxınlar. Keçən il idi, eləmi? Yaşar müəllim. Deməli, həqiqətən zəhmətkeş müəllimdir və rayonda seçilən, sanılan müəllimlərdəndir. Yaşar müəllim, bəs siz bunun sınağı zamanı təbii ki, hansısa çətinliklərlə üzləşdiniz və bu çətinliklər, bu yeni dərslik keçmiş dərsliklə müqayisədə sizdə nəsə bir problem yaratmadı mı? Sizin fikriniz keçmiş dərsliklərlə işləmək məqsəd uyğundur, o formada yoxsa bu dərsliklərlə və bunu necə əsaslandırardınız? Təşəkkür edirəm Rasul müəllim, bir dəqiqə. İlk əvvəl özümə borc bilən müəyyən məsələləri burada işıqlandırıram. Mən 25 ildən artıqdır ki, müəllim işləyirəm. Həyat elə gətirib ki, işlədiyim müddət ərzində həmişə dərsliklərlə bilavasitə əlaqəli olmuşam. Çünki repetitorluq fəaliyyəti, kurs fəaliyyəti, lisey fəaliyyəti və məni sövq edib ki, bütün dərslikləri xırdalığına kimi incəliyəm. Hətta bunun nəticəsidir ki, hətta 70-ci illər, hətta 61-ci ilin zoologiya kitabı məndə var. Yəni, bütün illərin dərsliklərini saxlamışam. Yəni, haradan tapmışam, müqayisə edim ki, görüm hansı dəyişikliklər var. Dəyişikliklər nədə, bu dəyişiklikləri nədə görmüşəm? Əvvəl ağqara yazılmışdı, sonra rəngli oldu kitablar. Müəyyən materiallar əlavə olundu, müəyyən məlumatlar çıxarıldı, müəyyən dizayn dəyişiklikləri oldu. Ən böyük dəyişiklik isə Kiril əlifbasından Latin əlifbasına keçid oldu. Amma
onurğa sütunu dəyişilməyib. Yəni 60-cı ildən bu izə qədər biologiya dərslikləri eyni prinsip əsasında, eyni sütun əsasında yazılır. Amma hazırda əlimizə götürdüyümüz dərslik tam fərqli bir istiqamətdir. Tamamilə onurğa sütunu dəyişilib, yəni baxış bucağı dəyişib. Bu baxımdan müəllifləri təbrik edirəm və onlara uğur diləyirəm ki, inşallah Azərbaycan təhsili üçün böyük işlər görürlər. Bu işdə yorulmasınlar. Uğurlar diləyirəm. Sağ olun, Yusuf müəllim. Həqiqətən də bu dərsliklər çox fərqli bir formada yazılıb. Məsələn, bir şey də sadə olaraq deyim, son zamanlar olimpiyadalarda olan inkişaf, xüsusən biologiya fənnində də biz bunu gördük. Müəllimlər sualları görəndə artıq orta məktəb dərslikləri köməyə çatmırdı. Araşdırdılar, məsələn, fərz edək ki, biologiyadan Campbell biologiyasını oxumaq lazımdır. İnandırım sizi, əksər müəllimlər Türkiyədən 100-150 manat civarında pul xərcləyib kitabı gətirib qoyublar stolun üstündə. Amma heç kəs ondan heç də istifadə edə bilmir. Çünki təməl biliklərimiz doğru deyil. Təməl bilikləri dəyişmək lazımdır. Bugün biz o dəyişikliyi artıq görürük. Bu baxımdan müəlliflərə yenə təkrar sağ ol deyirəm. Çünki həqiqətən bu vacib bir məsələdir. Bəzən sosial şəbəkələrdə kitablar nisbətən asan yazılıb, nə bilim, qısa yazılıb, əslində elə deyil. Əsas mahiyyət olan hissələri bizə çatdırmağa çalışıblar. Amma biz iş dəftərlərini işləyəndə, kitabda olan tapşırıqları işləyəndə əvvəlkindən qat-qat ağır suallara cavab vermiş oluruq. Biz yox, əksinə şagirdlər. Bu kitabın asan yox, daha səmərəli yazıldığına işarə verir. Bu baxımda yenə təkrar edirəm. Yəni mən həqiqətən kitabdan çox razıyam, yəni dərslikdən çox razıyam və sevinirəm ki, artıq biz doğru yola düşmüşük və inşallah bu yolla da addımlayacağıq. İş dəftərindən danışdınız Yaşar müəllim. Bir şey soruşum sizdən. Bax, indiyə qədər iş dəftəri olmayıb da biologiyadan. Sizlər dediniz ki, uzun müddət, deməli, əsrin 1/4 qədər sizin təcrübəniz var. Yəqin ki, o əlavə resurslardan istifadə eləmişsiniz də, yəqin biologiyanın əlavə resurslardan özünüz hazırlıqla da məşğul olursunuz, yəqin özünüz vəsaitlər hazırlamalı olursunuz. Bax, bu indi təqdim olunan iş dəftərləri pilot siniflərində ki, tətbiq olundunuz. Bu dərsin öyrənilməsində, yəni verilən orada tapşırıqlar, o mövzunun incəliklərini açmaqda sizə yardım göstərdi mi? Yəni o sahədə təkkə yoxlama yox, öyrədici funksiyada daşıyırdı mı orada verilən tapşırıqlar? Bilirsiniz, sistem elə qurulub, həm dərsliklər, həm də iş dəftərləri elə qurulub ki, dərs prosesində müəllim həqiqətən fasilitator rolunu oynayır. Yəni kitabları paylayır, iş fəaliyyəti şagirdə tapşırır. Şagirdlər özü çox mükəmməl şəkildə fəaliyyəti ürəklə, həvəslə işləyirlər. Sonra iş dəftərlərini işləyirsən, dərs qutarır, hələ vaxt çatmır. Yəni o qədər əlverişli, macəralı olur şagirdlər üçün. Bu baxımdan çox əladır. Bir də iş dəftərində istifadə olunan sualların tipi fərqlidir. Düzdür, biz əvvəl məsələn istifadə eləmişik, dərsliklərlə paralel DİM-in sinif testlərindən istifadə eləmişik. Amma biz burada sualların tipinin fərqli olduğunu görürük. Məsələn, nümunə də deyəcəm, fərz edək ki, bu yaxınlarda keçirilən bir mövzu bədən kütlə indeksinin tapılması. Kitabda fərz edək ki, yazıb ki, Oliver Kahn'ın boyu bu qədərdir, çəkisi bu qədərdir. Onun bədən kütlə indeksini tapın. Şagird də dərsdə bunu hesablayır, tapır. Amma qabaqki illərin testləri olsaydı, bir görürsən ki, qəbulda heç bir informasiya verilməmiş, Oliver Kahn'ın məndən bədən kütlə indeksini soruşacaqdır. Yəni şagird öz boyunu, öz çəkisini normal bilmir. Buna Oliver Kahn'ın boyu və yaxud da çəkisi vacibdirmi? Xeyr, əlbəttə ki, vacibdir. Amma bugün iş dəftərlərində biz başqa bir şey görürük. O dərslikdə Oliver Kahn yazıbsa, iş dəftərində başqa informasiyaları yazır. Şagird bu bacarığından istifadə edib, hesablayır, özü tapır. Yəni biz faktoloji bilikdən uşaqları uzaqlaşdırırıq artıq. Şagird bacarığı, onun məntiqi təfəkkürü, yaradıcı təfəkkürü ortaya çıxır. Bu baxımdan həqiqətən də çox fərqli bir şeylər ortaya gəlir. Mən yenə deyirəm, iş dəftərinə görə də müəlliflərə təşəkkür edirəm. Baxın, əksər suallar bu formadadır. Ya cədvəl, ya sıxım şəklində verilir. Həmin cədvəldə bütün informasiyalar yazılıb və yaxud da qrafikdə hər şey verilib. Şagird bu grafikə baxıb özü məntiqi nəticə çıxardır. Yəni şagird... Çox sağ olun, Yaşar müəllim. Sizin sözünüzə mən bir şey qüvvətləndirmək üçün demək istəyirəm. Buyurun. Bu da o məqsəd üçün olunur ki, həqiqətən şagirdlərdə elmi savadlılıq səriştəsinin aşılanmasına, onun formalaşdırılmasına, onun möhkəmləndirilməsinə yardım eləsin.
Yəni şagirdlərimiz öyrəndikləri faktoloji biliyi praktikaya, məişətə, təbiət hadisələrinə, texnoloji proseslərə müstəqil tətbiq eləyə bilirlərmi? Bax, bu baxımdan orada verilən tapşırıqları sizin kimi müəllimlər başa düşür. Təcrübəsiz müəllimlər isə ola bilsin sosial şəbəkələrdə şikayət formasında yazsınlar ki, bu nədir? Bu dərsdə bir şey danışılır. Verilən tapşırıq isə tamamilə başqadır. Yəni onlar da öyrəşiblər ki, deməli, dərsdə öyrəndiklərini möhkəmləndirsinlər. Nə mənada? Yəni yoxlasınlar ki, bu anlayışı öyrəndi mi, bu tərifi öyrəndi mi? Ona aid artıq ona uyğun tapşırıqlar verilir və bu baxımdan mən onları da çox qınamıram. Yəqin ki, bizdə ali məktəblərdə də müəllim hazırlığında biologiya müəllimliyi, digər təbiət fən müəllimlərinin, yəni fizika, kimya, coğrafiya müəllimliyinin hazırlığında da artıq sistemli, köklü dəyişikliklər eləmək lazım gələcəkdir. Çox sağ olun Yaşar müəllim. Təşəkkür edirəm. Buyurun, siz sağ olun. Təşəkkür edirəm. Bizim şəhərimizdə ən cavan müəllimə Afaq müəllimədir. Afaq müəllimə, siz də pilotu keçirdiniz. Burada Rəşad müəllim də dedi, dərsliyin özünə, məzmununa, quruluşuna baxanda onun elə dərslik özü deyir ki, məni hansı mərhələlərlə dərsi tədris edir. İndi bax, siz də bilmək istərdim ki, o mərhələləri 45 dəqiqə çatdıra bilirdinizmi? Yəni, maraq oyatma, fəaliyyət, məzmun, tətbiq, möhkəmləndirmə, bax, bunları 45 dəqiqə çatdırmaq olurdu mu? Demək lazım, biz əsasən kitabda, digər köhnə kitaba baxanda çox yaxşı qurulub da kitab. Çünki burada həm uşaqlara əvvəl də məlumatı var idi, deyənə keçmişdə də 6-cı sinifdə təbiətdən. Artıq onları əlaqələndirib motivasiya mərhələsində biz onları yeni mövzunu açıqlaya bilirik. Və yaxud da tədqiqat sualında onlara yön verdikdə, bir yön fasilitator rolu oynayanda artıq uşaqlar onu başa düşürlər. Ona görə bir çətinlik çəkmirik, amma bəzən iş dəftəri, həm də kitabla məşğul olanda vaxt çatışmazlığı yaşayırıq bəzən. Amma çox da vaxt çatışmazlığı yaşamırıq. Çünki uşaqlar da özü maraqla qarşılayır kitabı. Həm onlara biraz sadə gəlir, həm də maraqlı olur. İş dəftərini işləyəndə biraz düşünmə tələb edir onların tapşırıqları yerinə yetirərkən. Ona görə belə 45 dəqiqə ərzində... Siz indi Şamaxının ən böyük qəsəbələrindən birinin, mədrəsə qəsəbəsinin, deməli, məktəbinin müəlliməsiniz. Bilmək istərdim, bu sizin məktəbinizdə biologiya kabineti varmı? Əgər varsa, siz dərsin bu fəaliyyət və tətbiq etmə mərhələlərində o praktik işləri apara bilirdinizmi? Və uşaqlar bu işlərə münasibəti necə idi? Əslində uşaqlar daha çox belə sırf öyrənməkdən əlavə praktikanı daha çox sevirlər bizim sinifdə. Biz məsələn orada onurğalıların xarici bədən quruluşunu keçəndə əyani olaraq balığın üzərində onu praktika eləyə bilirdik və yaxud da qurbağa olsun, bunun üzərində praktika eləyə bilirdik. Həmçinin də dərs keçərkən də biologiya otağında olan müəyyən şəkillərdən istifadə edə bilirik. Yəni əl çatandır bu bizim üçün. Uşaqlar da bununla əyani olaraq daha yaxşı qavrayırlar. Aydındır. Yaxşı, Mehriban xanım, sizə bir şey soruşum. Bu metodikada, müəllimlər ki, metodik vəsait. Metodik vəsait indi sizə çap olunub verilirdi də. Bilmirəm, indi daha yoxsa elektron versəydi deyəsin. Sizə elektron versəydi, siz onlardan istifadə edə bilirdiniz. Ümumi götürsək, düzdür, hələ ki biraz çətinliyimiz var metodik vəsaitə əlçatanlıq baxımından, amma ümumi onlayn qaydada istifadə edə bilirik. Bu metodik vəsait belədir ki, bu çox vacib bir müəllim üçün müəllimin stolüstü kitabına çevrilməlidir. Və bu sahədə onu Təhsil Nazirliyi çap eləmir, elektron versiya qoyulur və ümid eləyir ki, müəllimlər dərsə qədər o deməli trimsedu azda oturubdur. Özdə dərsli birinci hissəsi məktəblərə sınağa verilən kimi o metodik vəsaiti də trimseduda elektronlu yerləşdirildi. Sonra da ikinci hissə işləndi, o yerləşdirildi. İndi kütləvi tətbiqdə də metodik vəsaitlər elektron yerləşdiriləcək
o niyyətlə ki, artıq müəllimlər həmən vəsaiti istənilən vaxt özləri yükləyə bilərlər, onu çap eləyə bilərlər və bundan ötürü təbii ki, bir məktəbdə neçə biologiya müəllimi var ki, rayon yerlərində, misal ki, səhv etmirəmsə, kənd məktəbində hər sinifdən bir dənə olurdu. İndi biologiya müəllimi də bir müəllim olurdu, çünki onların saatı o qədər çox deyil. Bunlar rahat onu yükləyib özlərindən deməli tikib stol üstü kitabı kim istifadə edə bilərlər və bundan istifadə çox vacibdir. Nəyə görə? Mən indi xahiş edərdim Elşad müəllimdən metodik vəsaitin vacibliyini müəllimlərə çatdırsın. Nəyə görə? Çünki dərslik təzədir, orada yanaşmalar da təzədir və orada xüsusi incəliklər var ki, onun incəlikləri müəllimlər metodik vəsaitdə veriblər. Yaşar müəllim, zəhmət olmasın, onun incəlikləri haqqında deyin ki, müəllimlər elə belə baxmasınlar, metodik vəsaitsiz dərsə girməsinlər. Çox sağ olun, təşəkkür edirəm Rasim müəllim. Deməli, mən Rəşad müəllim də əlavə eləyər yəqin ki, mənim fikirlərimə. Metodik vəsaiti əvvəllər, belə deyim də, genəliklə müəllim kontingentimizin əksəriyyəti standartları yazmaq üçün, gündəliklərini yazarkən orada verilən standartları yazmaq və dərs saatlarını yazmaq üçün istifadə edirlər. Ona görə də həm də metodik vəsait, yəni o vəziyyətə gəlib çıxmışdı. Yeni yanaşmada biraz canlanmanı artırmaq üçün biz metodik vəsaitin üslubunu, həm dil üslubunu, həm yazı üslubunu, həm də mövzularla əlaqəli verilən informasiyalara əlaqədar dəyişkənliklərə yetdik. Yazılan metodik vəsait özü ilə bərabər standartları göstərməklə bərabər burada bir punktumuz var, təlim məqsədləri. Onları açmışıq orada. Təlim məqsədləri müəllimlərin iş nəyinə yarayacaq, hansı işinə yarayacaq? Bayaqları belə bir sual verdik ki, biz qiymətləndirmə meyarları istəyirik. Əslində məqsədlər reallıq baxımından baxsaq, zaten məqsədi gerçəkləşdirmək, hədəfə çatmaq deməkdir. Bu da onun qiymətləndirilməsi deməkdir. Biz də məqsədlərimizi elə bir şəkildə təhlil eləməyə çalışmışıq ki, yazmışıq, nümunə olaraq təqdim eləmişik ki, onu dəyərli müəllimlərimiz onu qiymətləndirmə meyarı kimi istifadə edə bilsinlər. Hətta onu biz həmin mövzunun axırında da meyar kriteriyasını da göstərmişik. Sonra metodik vəsaitdə biraz öncə müəllimimizin dediyi kimi dərslikdə bəzi mövzular tam açıqlanmayıb. Müəyyən bir informasiya ilə yetinib. Amma metodik vəsait isə müəllimin həmin bilgini tam anlaması, müəllimin əlavə informasiya əldə edərək və özünün müzakirəsini ortaya qoyması üçün məlumat yazılmışdır metodik vəsaitdə. Bu məlumat amma önəmli bir qeyddir. Bu məlumat sırf müəllim üçündür. Yəni metodik vəsaiti istinad göstərərək şagirdin biliyini ölçmək və yaxud da ki, oradan sual hazırlayıb şahidləri qiymətləndirmək olmaz. Ora sırf müəllimlərimizin inkişafı üçün əlavə informasiyadır. Rəşad müəllimin də buraya əlaqədar fikri varsa, əlavə eləsin. Rəşad müəllim, siz əlavəniz var, buyurun. Əlavəm var. Bayaq da bizim hörmətli müəllimlər də çıxışlarında dedilər, Rəşad müəllim də toxundu. Bəzi mövzularda məzmunun qısa olması. Bizim metodik vəsaitdə qeyd var ki, tövsiyə olunur. Məcbur deyil, tövsiyə olunur. Ki, adı üzərində metodik vəsait bir tövsiyə xarakterlidir. Bir də bildiyiniz kimi, nəinki eyni şəhərdə, məsələn, Bakı şəhərində, Gəncədə və ya Lənkəranda, hətta bəzən eyni rayonda və ya hətta bəzən eyni məktəbdə paralel siniflərin, şagirdlərin səviyyəsi eyni olmur. Biz orada məzmunda müəyyən mənada nəyə diqqət eləməyə çalışmışıq ki, dərslikdə əslində beynəlxalq praktikada dərslik əsas resurs kimi qəbul olunmur. Çünki standartlar var və həmin o standartlara əsasən deməli bu müəllim öz dərsini qurmuş olur. Ancaq bizdə hələ ki o mərhələ istifadə olunmur. Yəni o necə deyim, o tip yanaşma istifadə olunmur. Amma bizdə yanaşma nədən ibarətdir? Bizdə yanaşma ondan ibarətdir ki, biz sinifin səviyyəsinə görə, məsələn, əgər təmayüllü siniflərdirsə, çünki bilirik ki, bizdə təmayülləşmə də gedir. Əgər təmayüllü siniflərdirsə və ya sinifin səviyyəsi digər siniflərə nisbətən daha yüksək səviyyəli sinifdirsə, onda biz müəllimin öhdəsinə müəyyən şeyləri buraxırıq ki, yəni müəllim bəzi mövzuları bəlkə də dərinləşdirə bilər. Amma Elşad müəllimin dediyi məqam var ki, bu çox xüsusilə də çox əhəmiyyətli məqamdır. Yəni
ölçmə və qiymətləndirmədə onlar nəzərə alınmalıdır ki, yəni müəllim keçdiyi məzmunu, öyrətdiyi mövzunun necə öyrəndiyini başa düşmək üçün mütləq mənada onu soruşmalıdır. Yoxsa ki, əgər müəllim keçmədiyi və ya həddindən artıq necə deyərlər, yükləndirərək onu öyrədirsə, əlbəttə ki, burada öyrənmə məqsədinə çatmış olmayacaq. Yəni, bu çox incə bir məqamdır. Ona görə də biz onu metodik vəsaitdə də onu qeyd eləmişik. Amma əlbəttə ki, bilirik ki, indiki dövr, yəni əvvəl elə idi ki, internet ya əlçatan deyildi və ya əlçatan olsa belə orada resurslar çox məhduddur. Amma indiki dövrdə bəzən bizim müəllimlərin də qeyd elədiyi kimi o faktoloji biliyi dərslikdə verib, dərsliyin həm necə deyərlər, kognitiv yükünü, onun anlama yükünü ağırlaşdırmaq yerinə, onsuz o məlumatları istənilən şagird, hətta istənilən valideyn, istənilən şəxs onu çox rahatlıqla internetdən və digər resurslardan tapa bilər, web resurslardan tapa bilər. Yəni bizdə orada əsas məsələ müəllimlərin də öz, necə deyirlər, praktik olaraq sinifdə tətbiq nəticələrində geri bildiriş olaraq şagirdlərdən əldə elədikləri nəticə nədir? Onlardakı o vərdişlərin, bacarıqların, səriştələrin formalaşmasıdır ki, əslində həm bizim, həm yeni kurikulumun, həm yeni dərsliyin də əsas məqsədlərindən biri budur. Teşekkür ederim. Burada keçirəm suallara, mesajlarla bizə suallar gəlir. Misal üçün, Zamin Nuriyev yazır ki, yeni biologiya dərsliyində və təbiət fənnində biologiya aid mövzularda ciddi dəyişikliklər var. Bilmək istəyirəm ki, biologiya müəllimlərinin sertifikasiyasında suallar yeni biliklərə əsasən hazırlanacaq. Elə o tip suallar, misal üçün, Rübab Mirzəyeva yazır ki, salam, təbiət 5 və 6-cı siniflərdə əlavə məlumatlar var. Bunlar MİQ sertifikasiya və qəbula düşəcəkmi? Sonra Amaliya Muradova yazır ki, bu dəyişikliklər MİQ və sertifikasiya çərçivəsində özünü əks etdirəcəkmi? Və s. Yəni, uşaqlar, müəllimlər narahatdılar ki, sertifikasiya ola bilsin ki, gələn il biologiya olsun və gələn il olsa, onda ora sertifikasiyaya və qəbul MİQ-də yeni dərsliklərdən, biologiyadan sual düşə bilərmi? Necə fikirləşirsiniz Rəşad müəllim? Deməli, Rəşad müəllim siz cavab verin, sonra mən əlavə olsa deyəm. Normalda, təşəkkür edirəm. Rasim müəllim, normalda bu sertifikasiyadır, MİQ-dir. Bura aid olan mövzular birinci çərçivə sənədi təyin olunur ARTİ tərəfindən və həmin çərçivə sənədi yerləşdirilir ARTİ-nin rəsmi saytına və orada verilən mövzular əsasında həyata keçirilir. Bu birinci məsələ. İkinci məsələyə gəlincə, yeni dərslik, məsələn, müəllimin bu günləri 7-ci sinifdə gördüyü mövzu, əgər müəyyən qədər başqa formatda görünsə də, amma 11 illik proqram olaraq orta məktəb proqramı ilə baxsaq, niyə 11 illik ifadə edirəm? Çünki artıq biologiya fənninin təməli 1-ci sinifdən qoyulur. Ola bilər müəllim deyir ki, biz 1-ci sinifi keçmirik falan başa düşür, amma mövzunun ilkin anlayışı 1-ci sinifdən bu yana doğru inkişaf etdirilir və mövzu 11-ci sinifdə tamamlanır. Ona görə suallar, mövzular kompakt şəkildə müəllimlərdən soruşulduğuna görə məncə ciddi bir problemə səbəb olmalı. Amma əsas prioritet yanaşmamız yenə bir öncə ifadə etdiyim kimi ARTİ-nin rəsmi saytında yerləşdirilən çərçivə sənədi əsasında həyata keçirilir. Buyurun Rəşad müəllim, sizin də əlavəniz varsa. Çox sağ olun. Mənim əlavəm ondan ibarətdir ki, bu yəni oxşar suallar ola bilər ki, müəllimləri maraqlandırır. Çünki biz regionlarda müəllimlərlə görüşlər zamanı bu bizə suallar soruşulurdu. Fən müsabiqələrindən bağlı olaraq, eyni zamanda bəzən olimpiada ilə bağlı olaraq da soruşulurdu. Xüsusilə düzdür, olimpiadanın özünün, Respublika fən olimpiadalarının özünün xüsusi proqramı olduğuna görə bu dərsliklərlə o qədər sıx bağlı deyildi. Amma fən müsabiqələrində, məsələn, bu ilki təcrübə nəyə göstərdi? Həm pilot siniflər var 7-ci sinifdə, həm də kütləvidə, belə deyək, hal-hazırda
məktəblərdə tədris olunan artıq bitib düzdür. Bu gün etibarilə bitdi. 7-ci sinif dərsliyi vardı. Ona görə fən müsabiqələrində də çalışıldı ki, yəni hər hansı bir şagirdə o mənada haqsızlıq olmasın deyə hər iki kitabda ortaq olan mövzulardan sorulmuşdur. Amma hal-hazırda artıq ildən 7-ci sinif kütləviyə gedir. Erşad müəllimin qeyd elədiyi kimi, bu çərçivə sənədində öz əksini tapmalıdır müəllimlər üçün. Yəni, bu xüsusilə də MİQ və sertifikasiyaya bağlıdır. Amma onunla bağlı sual MİQ və sertifikasiyada düşəcəkmi, düşməyəcəkmi, o artıq bilirsiniz ki, o artıq müvafiq komissiyaların, necə deyərlər, suallarının təhlili, ekspertizası və onunla bağlı olan məsələlərdir. Biz müəlliflər olaraq sadəcə, belə deyək, biz o məzmunun hazırlanmasıyla bağlıyıq. Ancaq onun sualının... Rəşad müəllim, təşəkkür edirəm. Burada bir neçə sual da gəldi DİM-dən. Yəni, deyir ki, DİM-dən, biologiyadan, təzə dərsliklərdən sual düşmə ehtimalı varmı? Qəbul, bu da burada belə bir məsələdir. Yəni, bildiyiniz kimi, imtahan olaraq 11-ci sinifin sonunda şagirdlər imtahan verir. Yəni, abituriyentlər imtahan verir və ali məktəbə daxil olur. Əlbəttə ki, 11-ci sinifdə hal-hazırda oxuyan hər hansı bir şagird ki, qəbul imtahanında iştirak edəcək, o, bu kitablardan tədris olmuyor. Yəni, bunlar kitablardan görməyiblər. Və görmədikləri üçün də, yəni, onlardan sual düşmə ehtimalı sıfırdır. Və bu proses bütün yeni növ dərsliklər, yeni nəsil dərsliklər tamamlana qədər bu belə olacaq. Yəni ki, yeni dərsliklərdən həmin, belə deyək, bu illəri hal-hazırda gələn şagirdlərimiz 8-ci sinifdə, 7-ci sinifdə daha doğrusu oxuyan şagirdlərimiz kütləvi olaraq bütün məktəblərdə bu yeni nəsil 7-ci sinif dərsliyi tədris olunacaq. Bu o deməkdir ki, onlar məzun olanda artıq bu dərsliklərlə imtahan verəcəklər. Amma hal-hazırda pilotda olan şagirdlər isə yəqin ki, o 11-ci sinifə gəlib çatana qədər onunla bağlı olaraq da həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsil Nazirliyinin müvafiq belə deyək strukturları yəqin ki, ortaq bir qərar qəbul edəcəklər və bu da həm bizim şagirdlərimizə, həm də bizim müəllimlərimizə, ümumiyyətlə bizim ictimaiyyətə öncədən elan olunacaq deyə düşünürəm. Elə gəlmişkən, Rəşad müəllim, deməli siz orada dediniz, bizim axı bu pilotda oxuyan uşaqlarımız kütləvi həmən, misal üçün, 7-ci sinifdə bu saat kütləvidə olan şagirdlərimiz ilə pilotda olan şagirdlərimiz arasında fərq olacaq da. Eyni vaxtda gəlib çatırlar bunlar məzun 11-ci sinifə, ancaq bütün kütlə hardasa 100.000 gəlibsə, onun 99.000-i gəlir köhnə dərsliklərindən. Cəmi 1000 şagird isə pilotdan gəlir. Bax, onların imtahanı necə olacaq? Onların imtahanı, yəni mən fən müsabiqələrini nümunə olaraq göstərdim. Hər iki, əslində məzmun etibarı ilə Erşad müəllimin dediyi kimi də ciddi bir fərq olmayacaq. Ciddi mənada bir fərq olmayacaq. Amma məzmunun necəliyi, keyfiyyəti baxımından əlbəttə ki, fərq olacaq. O sualların hazırlanması və tərtibi artıq həmin dövrdə, az öncə də qeyd elədiyim kimi, Dövlət İmtahan Mərkəzinin və Elm Təhsil Nazirliyinin müvafiq strukturlarının, müvafiq, belə deyək, ekspertlərinin və mütəxəssislərinin birgə rəyi əsasında olmalıdır ki, nə qeyd elədiyiniz kimi 99.000-ə görə 1000 nəfəri cəzalandırmaq lazımdır, nə də 1000 nəfərə görə, tutaq ki, 99.000 nəfəri, necə deyirlər, mükafatlandırmaq lazım deyil. Yəni, burada ortaq bir xətt olmalıdır, ortaq nisbət bir yanaşma olmalıdır. Düşünürəm ki, həmin dövrdə imtahan suallarını kim tərtib eləyəcəksə, artıq belə deyək, ondan kim məşğul olacaqsa, bunu da nəzərə alacağını ümid edirik. Sonra burada qeydlər çox sağ olun, təşəkkür edirəm. Var ki, misal üçün, Ülviyə xanım yazır ki, Aslanova 8-ci sinif biologiya dərsliyində səhvlik var, bir adımı bildirsəm də düzəliş edilmir. İndi Ülviyə xanıma demək istəyirəm ki, iradlar bu kitabı nəşr eləyən nəşriyyata artıq çatdırılır. Onlar da düzəldib dərsliyin elektron versiyasında düzəldirlər. Bir irada görə kitabı təzədən çap eləmirlər. Çox güman ki, siz onun elektron versiyasına baxın, orada artıq düzəldilibdir.
Burada ne yazılıb? Burada yazılıb ki, üzr istəyirəm. təbiət dərsliyində mamırlarda gövdə və yarpaq götürülmür. Amma biologiya dərsliyində sadəcə kök götürülmüşdür. Bu hansı məlumata əsaslanar? Biz deyil, hansı məlumatı Səbinə Teymurova yazır. Səbinə xanıma salamlarımızı çatdırırıq. Bu ümumiyyətlə pilot dövründə də, pilotdan sonra da necə deyərlər, bu sualla biz çox qarşılaşmışıq. Regionlarda da biz bu sualla qarşılaşırıq. Bu əslində sadə bir, belə deyək, bizim hər birimizin bioloji olaraq ali məktəbdə təhsil aldığımız zaman öyrəndiyimiz məntiqi bir nəticə ilə mən bunu elə bu necə deyirlər, fürsətdən istifadə edərək bunu bir daha bizim həm hörmətli müəllimlərə, həm bizi izləyən belə deyək abituriyentlərə, ola bilər ki, şagirdlərə bunu çatdıraq ki, burada məsələ bundan ibarətdir. Adətən biz gövdəni biz deyirik ki, mamırlarda ötürücü su boruları yoxdur, ötürücü toxuma yoxdur. Ötürücü toxuma olmadığı üçün də, yəni floema və ksilema elementləri olmadığı üçün bunlar gövdəni əmələ gətirmirlər. Hətta həm ingilis dərsliklərində və ya mənbələrində yazılır ki, stem-like, yəni gövdəyə bənzər. Rus dilində də stemle-obrazny, yəni ona oxşar, ona bənzər yazılır. Yəni bunlarda həqiqi gövdə və yarpaq yoxdur. Biz ali məktəbdə də öyrənəndə nə öyrənmişdik? Qeyd eləmişdik ki, İlk dəfə yarpaqlar Vai və Rinia tipli yarpaqlardır ki, bunlar da qızçimlərdə meydana gəlib. Düz biraz spesifikliyə biz vardıq, amma nəticə etibarilə yəni orada problem yoxdur. Biz əvvəl belə öyrənmişdik, indi belə olacaqsa necə olacaq məsələsinə gəldikdə isə o məqamda da bir şeyi xatırladım ki, ilk dəfə biz mamırlar haqqında məlumatı verdik 5-ci sinifdə. Və biz 5-ci sinifdə bunu qeyd elədik. Amma həmin il 6-cı sinif kütləvi, yəni köhnə 6-cı sinif dərsliyi kütləvi, necə deyərlər, istifadədə idi. Orada isə gövdənin olduğuna dair bir məlumat vardı. Az öncə də qeyd elədiyim kimi, həmin ildən abituriyentlər imtahan verəndə o 5-ci siniflə məhsul deyirlər. Yəni onlar oradakı məlumatından cavabdeh deyirlər ki, imtahanda onu o şəkildə yazsınlar. Amma Yaşar müəllimin qeyd elədiyi kimi bizim əslində səhv öyrəndiyimiz, doğrular mı deyim, doğru bildiyimiz səhvlər mi deyim, yəni məsələsi var ki, vaxtı ilə, necə deyərlər, o bizim dərsliklərimizin əksəriyyətindən tərcümə olunduğu üçün o gövdəyə bənzər sözünü bir müddət sonra, necə deyərlər, təkamülə uğrayıb, bənzər sözünü siliblər, gövdə saxlayıblar. Və ya yarpağa bənzəri siliblər, ona qalsa elə qonur yosunlar, ondan sonra qırmızı yosunlar var ki, onların iri tallonları var, yarpaq quruluşunu bənzərdir. Yəni, bəzi universitet dərsliklərində də hətta yazırlar ki, yarpaq. Əslində, yarpaqdırmı? Yarpaq deyil, çünki onlarda ixtisaslaşma getməyib. Yəni, buna bənzər bəzi hallar var. Amma 5-ci sinifdən etibarən 11-ci sinifə qədər yazılacaq bütün yeni dərsliklərdə biz çalışırıq ki, müəllimlərin də az öncə qeyd elədiyi kimi əvvəl öyrənilən biliklər səhv olmasın. Hamısı bir-birinin üzərində, bünövrə şəklində spiralvari inkişaf etdirilsin. Çox sağ olun, sağ olun. Bununla da biz webinarımızı yekunlaşdırmaq istəyirik, amma bu webinarda son sözləri xahiş edərdim ki, son sözünü desin. Elşad müəllim, başlayaq sizdən. Estağfurullah. Çox sağ olun, minnətdarım. Biraz öncə Rəşad müəllim dediyinə sadəcə qısa parantez bir şey əlavə eləmək istəyirəm. Bu nədir? Dövlət İmtahan Mərkəzi ümumiyyətlə sualları hazırlayanda onlar çalışırlar polemikalı mövzulara girməsinlər. Və düşünürəm ki, onlar indi bu hal-hazırdakı yeni müzakirədə olan bu gövdə, kök söhbəti ki var, yəqin ki, onu nəzərə alacaqlar. Mən onlara etimadım o şəkildədir. Ümumiyyətlə, birinci yekun söz olaraq artı rəhbərliyinə təşəkkür edirəm bu şəkildə. Bunlar təşkil ediblər, Rasim sizə təşəkkür edirəm, bizləri bura dəvət eləmişsiniz. Ümumiyyətlə, müəllim kontingentinin maarifləndirilməsi, bir araya gəlməsi onların elə inkişafına səbəb olacaq faktorlarından birisidir. Çünki yeni məlumatlar almaq, yeni informasiya oxumaq zaman baxımından da çətindir. Əslində, belə prinsipə baxdıqda məktəblərdə o qədər iş var ki, yəni onların oturub yeni amma bu şəkildə olanda, bu görüşlər olanda insanı istər-istəməz məcbur edir ki, oxusun. Çünki o bir fərqlilik görür ortada və bu fərqliliyi qapatmağın yolu 21-ci əsrin problemlərindən birisi davamlı oxuma ehtiyacının yaranmasıdır.
Bu görüşlər bu ehtiyacı yaradan səbəblərdən biridir. İkinci cəhətdən müəllimlərimizə hər birinə deyirəm ki, gələcək ümumiyyətlə biz bugün tələbələrimizə necə öyrədəcəksə, yəni deyir, bugün nə öyrənirsinizsə, gələcəyinizi onun üzərində yaşayarsınız. Biz şagirdlərimizə bugün nə öyrədiriksə, onların gələcəyi bugün öyrəndikləri üzərində olacaq. Ona görə gəlin sağlam öyrədək ki, onların gələcəyi sağlam olsun və biz də o gələcəkdə xoşbəxt olaq. Hər birinizə təşəkkürlər və uğurlar. Təşəkkür edirəm. Rəşad müəllim, buyurun. Mən bizim müəllimlərlə regionlarda görüşdə həmişə dediyimiz, yəni səsləndirdiyimiz bir fikri burada da ümumi olaraq səsləndirim. Misalı mən həmişə verirdim Hicran tamaşasından. Yəni Hicran tamaşasından ona görə verirdim ki, orada biz Hicran tamaşasını xalqımız çox sevir, tamaşa olaraq. Biz bəlkə heç birimiz Hicran tamaşasını, yəni onun senarisini oxumamışıq. Əsərin özünü oxumamışıq. Amma biz nədən onu sevirik? Orada Hacı Baba Bağramov rəhmətliliyin, Nəsibə xanımın, eyni zamanda Siyavuş Aslanın o öz rollarını gözəl ifa eləməsindən. Əslində, kurikulum nə qədər mükəmməl olursa olsun, dərslik nə qədər mükəmməl olursa olsun, bunun əsas real olaraq, necə deyərlər, tətbiq eləyənlər bizim müəllimlərimizdir. Yəni, əslində bizim şagirdlərimiz bizim müəllimlərin dərsliyə yanaşmasından, dərsə yanaşmasından, onun tədrisindən, necə deyərlər, o pəncərədən baxırlar. Ona görə də mən düşünürəm ki, düzdür, bizim müəllimlərə mən məsuliyyət yükləmirəm, amma əslində çox ciddi bir məsələdir. Yəni, biz özümüz bəzən şikayət eləyirik ki, biologiyanı sevmirlər və s. və ilaxır. Biologiyanı sevmək də, sevdirmək də biz müəllimlərin əlindədir. Və mən düşünürəm ki, bu yeni növ dərsliklərlə, yeni nəsil dərsliklərlə bizim müəllimlərin bir o qədər məsuliyyətini biz azaltmış olacağıq ki, həqiqətən də faktoloji yükü azaltmaqla, bacarığı inkişaf elətdirməklə bizim müəllimlər həm biologiyanı sevdirəcəklər, həm onların gələcəkdə daha yaxşı mütəxəssis olaraq yetişməsində, necə deyərlər, mühüm rol oynayacaqlar. Buna əminəm və bir daha buradakı fürsətdən də istifadə edib bizim pilotda olan müəllimlərə və onların timsalında bizim digər bütün müəllimlərimizə biz təşəkkür edirik ki, çünki onların bizə bu pilot əsnasında, bu dövrdə bir il ərzində onların bizə verdikləri geri bildirişlər, bizim o WhatsApp qrupundakı müzakirələr dərsliyin daha da yaxşı təkmilləşməsinə öz müsbət köməyini göstərib. Çox sağ olun. Mirva xanım, buyurun siz son sözünüz, tövsiyəniz. Mən də bugünkü webinara görə Artiya çox dərin təşəkkürümü bildirirəm. Məni dəvət elədiyiniz bir xüsusilə müəllimlərimizə çox sağ olun deyirəm. Bizim rayonumuzda yeni dərsliklərlə bağlı biologiya müəllimləri arasında məlumat azdır. Mən də bir pilot sinif müəllimi olaraq bildiyim, topladığım bilikləri daim onlarla bölüşməyə çalışıram. Və artıq müəllimlərimiz, keçirilən təlimlər əsasında artıq müəllimlərimiz bilir ki, biologiya fən kurikulumu yenilənib və artıq dərslərimiz 7-ci sinifdən yenilənmiş biologiya dərsliyi vasitəsilə tədris olunacaq. Ona görə də müəllimlərə tövsiyəm budur ki, bu dərslikləri artıq əldə etsinlər. Yəni, yeni tədris ilini gözləmədən bu yay ərzində öz üzərlərində işləsinlər. Elşad müəllimə sözünə qüvvət, oxusunlar, biliklərini artırsınlar. İş dəftərlərindən, xüsusilə orada olan tapşırıqlar çox maraqlıdır. Müəllimlərimiz üçün də maraqlı olacaq. Metodik vəsaitlə və s. Bütün fən komplektindən tanış olsunlar və gələcəkdə tədrisdə problem yaşamayacaqlarını ümid edirəm bu baxımdan. Çox sağ olun. Sözünüzə görə burada Aygün Mahmudova yazır ki, dərslik əvvəlcədən müəllimlərə tanıdılmalıdır. Aygün xanıma bildirmək istəyirəm ki, dərslik sentyabrdan elektron versiyası TRIMS.edu.az saytında qoyulub. Birinci, ikincisi də artıq fevraldan oradadır. Yəni, demək budur ki, biologiya dərsliyi, 7-ci təzə dərsliyi və onun metodikası TRIMS.edu.az portalında elektron versiya yerləşdirilib. Siz daha gözləməyin ki, bu dərslik gəlsin, çatsın məktəbə və onun kitabxanasından götürüb məşğul olasınız. Ola bilsin ki, geciksin, sentyabrda gəlib çatsın. Siz indidən bu dərsliyi özünüz yükləyə bilərsiniz və tanış ola bilərsiniz. Yaşar müəllim, buyurun. Sizin son sözünüz, tövsiyəniz, arzunuz. Təşəkkür edirəm, Rasim müəllim, minnətdarım. Mən də ilk öncə Artiyə
Bəs sizə təşəkkür edirəm. Müəlliflərə təşəkkür edirəm ki, bizdən səmimi söhbətlər elədilər. Düşünürəm ki, bu webinar xalqımıza, müəllimlərimiz üçün əhəmiyyətli oldu və Mehriban müəllimə kimi mən də qabaqcadan deyirəm ki, xüsusən təzə dərsliklərlə gələn işləyən müəllimlərə tövsiyəm budur ki, fəaliyyət bölməsi ilə qabaqcadan tanış olsunlar. Ən az 2 dərs qabaq tanış olsunlar ki, dərs vaxtında problemlərlə yaşamasınlar. Və fəaliyyət bölməsi elə seçilib ki, məktəbin maddi, texniki bazaları, hər şey nəzərə alınıb. Elə çətin bir şey deyil, amma qabaqcadan məlumatlı olsalar, düşünürəm ki, daha yaxşı olacaq. İş varsa söhbət var, söhbət var. Bu baxımdan müəlliflərə üzümü tuturam ki, işinizi davam edin, uğurlar diliriksə. İnşallah yaxşı xalqımız üçün, millətimiz üçün həqiqətən də yeni bir diyaloq gəstiri başlayır. İnşallah yaxşı olacaq. Allah'ın köməkliyi. Mən özüm hər bir uğurlar dilirəm. monitoringdə Ülgər məktəbində olmuşam. Yaşar müəllimin o vaxt təbiət fənnindəki fəaliyyətini də görmüşəm. İnşallah nətər o fənni sevdirmişdi. Təşəkkür edirəm. Beləliklə webinarımız yekunlaşır. Fürsətdən istifadə edərək mən də Milli Qurtuluş Günü və Qurban Bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Burada bioloqlar olduğu üçün mən bir hədislə yekunlaşdırmaq istərdim. Hədis də belədir, məşhur hədisdir, bəlkə də siz eşitmişsiniz. Deməli, bütün müsəlmanların axirətdə bir şəfaətçisi var, o da Muhammed Əleyhisselam. Ancaq müəllimlərin isə 2 şəfaətçisi olacaq. Biri Muhammed Əleyhisselam, biri də ömür boyu danışmayan, səsini eşitmədiyimiz balıqlar dil açıb deyəcəklər ki, ya Allah, bu müəllimdir, onun günahını bağışla. Sizi hamınıza can sağlığı, uğurlar arzulayıram. Sağ olun, gələn webinarlarda görüşənədək. Sağ olun. Təşəkkürlər, sağ olun. Çox